Aha, mikrofona gəlin bura mərkəzə Müşfiq bəy. Danışaq görək kimdir? Alo. Alo, Salam aleyküm. salam. Kimlə danışırıq? Şəriyeva məsələn. Biraz Kim? səsin gəlir. Şəriyeva. Şəriyeva. Bəli. Adınız nədir bəs Şəriyeva? Kim idiniz siz? İndi biləcəksiniz. İndi biləcəksiniz. Bu sizin bir maşınınız var, Toyota. Nömrəsiz siz yolda radara düşmüsünüz. Bizim maşınımız yoxdur axı. Siz necə yoxdur da siz Ailədə ola bilməz axı, kimdəsə olsun. maşının nömrəsiz sürmək olmaz. Sizi dövlət yol polisindən narahat edirlər. Radara düşmüsünüz, maşın da həyatdadır. Bu dəqiqə istəyirik biz gələk sizi təbrik edək. Ki nə yaxşı sizin belə təzə salafanın üstündə maşınınız var. Bu qorxdu. Eşidirsiniz bizi? Qorxdu bu yoxsa? Müşfiq bəy, siz neynədir? Yo, yo, Alo, yo, eşidirlər. Eşidirsiniz bizi? Eşidə bilirsiniz məni? Eşidirəm. Siz adınızı deyin mənə, familiyanızı dediniz, adınızı demədiniz. Ehtiyac yoxdur adıma. Yaxşı, onda yoxdur, qorxmayın. Mən sizi təbrik eləmək istəyirəm. Siz obadan alış-veriş edirsiniz, o loteriya bilirsiniz də 20 manata bir şans. Bilmirəm, mamam eləyir ya yox. Sizin Instagramınız varmı? Bəlkə canlını açsınlar elə. Sizin ailə üzvlərinizdən yanınızda kim var? Qızım, qorxma. Sizə yaxşı bir dənə hədiyyə eləyəcək, bu dəqiqə sevincinizdən. Heç kim yoxdur deyir. Kim var evdə? Mamam mağazədən düşdü aşağı. Evdə burada heç kim yoxdur təkrar. Təksiz. Neçə Tək. yaşınız var? Neçə yaşınız var sizin? 20. 20, hə. Sizi Marketə düşüb maması. Aha, ananızın adı nədir? Anası, yəqin ki, anasıdır. elə obadadır. Sizin Bura yaxına düşdü. Bura uzaq. Hə. Yaxına düşüb, uzağa düşüb. nə vaxt gələcək ananız? Bizdən sizə bir şad xəbərimiz var. Gələcək, tez gələcək. Tez gələcək. Hə? Sən qaça-qaça get mamanı çağır. Bu şans daha heç vaxt sizin əlinizə düşməz. Mamaya denən ki, bazarlığı zadı qoysun bir qırağa. Maşın gəl. Evdə maşın sürən adam var? Bəli, var. Qardaşın, atan? Bəli, yoldaşım dedi. Hə, yoldaşız, evlisiniz siz? Bəli, evliyəm. Nə yaxşı, onda yoldaşız, heç nə. Bugündən sonra çövür oldu. Mamanız utdu, yoldaşınız çövür oldu. Qaynanası bir hədiyyəni. Allah, qaynananız, süper. Siz oba marketdən Bəli. avtomobil udmuşsunuz, amma sizin ananız yəqin bazarı verir də. Bu o qaynananız. Qaynananın hər arvad əlindən öpmək lazımdır. Bunu bilin, birinci növbədə. Siz avtomobil udmuşsunuz. Bu həqiqətdir. Yəni bu dəqiqə bizi minlərlə adamlar izləyir, canlı yayımdayıq. Tez mama evə gələn kimi ya da qardaşınız, yoldaşınızla əlaqə saxlayın. Biz sizlə yenə də geri dönüş edəcəyik. Düşün aşağı. Qalibimiz əslində hazırda bizə telefonla bağlantımızda olan xanım deyil. Amma yavaş-yavaş denəmə. Bizdən deyib arvadı bir şey eləmə. Günel Şirəliyev adlı izləyicimiz, yəni bizim alıcımız bizdən bu hədiyyəni qazanıb. Hazırda onun belə başa düşdük ki, gəlinidir. Yəni uzun danışıqlardan sonra. Gəlinlərdir, qaynana alıb-ver edir. Qaynada da elə dükandadır, gəlir. Siz əlaqə saxlayın, bir dənə tez gəlsin, biz əlaqə saxlayırıq yenidən. Keçin elə qonşuya, nə olacaq ki? Siz laf kesin qonşuya da, biz tez bir dənə əlaqə saxlayaq da. Narahat olmayın, nədən qorxursunuz? Maşın udmusunuz? Ümumiyyətlə, uşaqlar balacadır. rayondur bu, Bakıdır. Mehtəbad, hə, Bakıdasınız. Allah, necə eləyək? Bilmirəm, siz gedib çata biləcəksiniz indi ananıza, yoxsa yox? Bir dəqiqə. Bizə lazımdır ki, həmin şəxsin səsini ən azından eşidək. Bilək ki, o sevinci yaşadı. Çünki siz bizlə hazırda o sevinci yaşaya bilmirsiniz. Siz sadəcə axtarışa çıxmısınız. Bir dəqiqə mamam göstərdim. Aha, siz artıq çölə çıxmısınız, hiss eləyirəm mən. Bəli, kirəyə səbir edir. Çağırın, ucadan çağırın da, çağırın qaynananızı. Çağırın, axtarın, tapın. Aha, axtarışa çıxmışıq, həmin şəxsin axtarışına. Digər izləyicilər də bizə baxır, Müşfiq bəy. İndi deyirlər ki, aha.
siz qaynananın yanına çatanda olar biz görüntülü danışaq. Qaynanaz danışsın, siz yox, qaynananızın yanına çatın, qaynanıza verin. Mən qaynanayla görüntülü danışım. Axtarışa çıxıb bizim izləyicimiz. Əsas odur ki, qalibimiz var. Bir avtomobil artıq qazanılıb. Güney Şirəliyev adlı izləyicimizindir və biz əlaqə saxlamışıq. Facebook, Instagramda indi axtarışa çıxıb da bizim hazırda canlı bağlantıda olduğumuz şəhər. Salamatçılıqdır. Tapdınız? Nəsə uzun oldu ya bu gediş. Hal-hazırda qaynanasını axtarır, həyəcandan ola bilsin, yer çıxdı bülbülə yazada bu məktabatdan. Məncə rahatlıqla tapacağı indi. Əsas odur ki, avtomobil onlarındır. Biz buradan da sizin də qarşınızda şəffaf şəkildə Latatrondan bir şansını çıxartmışıq. Qalib olub 90 iş günü ərzində həmin şəxs gəlib bizdən hədiyyəsini götürməlidir. Söhbət Güney Şirəliyev adlı izləyicimizdən gedir, alıcımızdan gedir. Biz onu səbirsizliklə gözləyirik. Həm baş ofisimizdə, həm də hazırda telefon xəttində. Nəsə baş verdi orada. Tabildiz evdən günü. Aha, tapıldı. Tapıldı. Mama tapıldı. Qorxma, deyir mamaya qorxma. Verin. Alo, salam aleyküm. Nə tərsin xala? Xala, sevindirim sizi. Biz zəng eləmişik, görüntülü Ne hər... olmuştu xala? Siz, görüntü yığın. Gəlin biz görüntülü yığın. Sizlə danışan Müşfiq Şahiyevdir, aktyor. Olar sizlə görüntülü danışım. Xala, baxma, xala siz maşın udmuşsunuz, obadan avtomobil udmuşsunuz. Sizi sevindirmək istəyirəm. Obadan alışveriş eləmişsiniz, düzdür? Ya oğlunuz, ya özünüz. Özünüz eləmişsiniz, xala. Ayşə, mən də sizin də oğlunuz da məndən niyə utanırsınız ki? Mən sizə hədiyyəni biz təqdim edirik. Onun üçün də istəyirdim. Ha, oğlanlar da eyb yoxdur. Belə Yaxşı. Yox, əsas odur ki, avtomobili siz udmusunuz. Sevinirsiniz, yoxsa yox, bizə o lazım deyə bilək. Hala, biz sənə sənin sevinç hissini duya bilmirik. İstəyirsən lazım görsə, biz verə birinə, sənin adından. İnşallah, siz o kim sevinənmədiniz. Yoldaşı da yığar. Oldu xaladın, oldu. Siz atın nömrəni biz danışaq yoldaşıyız. Oldu xala. Oldu. Məncə Aliyə hər gün bir avtomobil gəlir. Elə rahatlıqla qarşıladılar bu avtomobil xəbərini ki, vəssalam. Əsas odur qalibimiz var. Məncə Gözləyim mikrofonu tutaq. Biz buyurun Müşfiq bəy də burdadır. Nəsə olsa sizə nə seçimlər. tərzi qardaşım? Gəlin belə dayanaq Müşfiq bəy kameradan da görünsün. Nə tərzi? Sağ olun qardaşım. Deyəsən evdə deyildiniz. Bəli, işləmir havada. Bizdən vurmuşduq, xanımınız idi deyəsən evdə, xanımınızla danışdıq. O bizə inanmadı. Dedim ki, mənim xəbərim yoxdur bu alışverişdən. Dedi, yəqin ki, anam edib, qaynana. İndi biz görüntü ilə danışmaq istəyirik ki, tam şəffaf və inanası qardaş. Baba, görsən ətrafı. Sən buranı gördün. İndi biz də sənin üzünü görmək istəyirik qardaş. Siz Oba marketdən Toyota Corolla udmuşsuz qardaşım. Bax bu. Vallahi mənim dördsüzündür. Sağlığınıza qismət. Öpürəm. Avtomobili var idi sonra. Öpüm. Avtomobilim var idi. Allah sənə şükür olsun. Mən birinci başlayanda dedim ki, tam ehtiyacı olan adama yoldaşı ilə danışanda ilk heç bilmirdi biz hardan zəng dedi ki, yox, bizim evdə maşın yoxdur. Qardaş da deyir ki, mənim xəyalım idi ki, mənim maşınım olsun. Təbrik edirik. Vallahi şükürlərim birlikdə oldu, vallahi. Allaha şükürlər olsun. Qardaş, mən onu çıxardanda, necə birdən? Deyirəm, yəni, oldu, mən heç özüm də inanamadım.
işlərdə olandır da. Yəni inan, mən də o kağızı çıxardanda Bismillah eləyib dua elədim ki, bunu avtomobili olmayan, arzusu olan bir adam qazansın. Elə də oldu. Təbrik edirik səni. İnan, Toyota Corolla sənindir qardaş. İndi, amma indi bazarlığı mama eləyibsə, hərdən arvadı istədiyi yerə aparaq, qardaşım. Küsməsin, mama küsməsin. Öpürəm qardaşım. Sən bir daha təbrik edir. Burada hamı səni təbrik edir. Yiyişmək də ara düşsün, gələcək qardaşım gələcək. Öpürəm, təbrik edirik səni. Sağ olun, daha iş sizdə. Təbrik eləyirik. 90 iş günlərinizdə mütləq gəlin. Oba Marketlər şəbəkəsinin baş ofisində sizlə əlaqə də saxlanılacaq. Bütün məlumatlar ötürüləcək. Təbrik edirik sizi. Çox sağ olun. İşdəsiz siz indi. Məncə gedin evə artıq. Gedin evə, bu fürsəti dəyərləndirin. Təbrik eləyirik sizi. Təbrik eləyirik. Belə şanslılarınız çox olsun. Telefonu ötürürük sizə.